Belə bir sual paylaşmışdıq. Verilmiş cümləyə aiddir tam cavab. Cümlə də belədir ki, əsəbləşmək başqalarının axmaqlığına görə öz sağlamlığından intiqam almaqdır. Çox qəşəng bir ifadədir. Elə sizə də tövsiyə edirəm ki, mənasız hadisələrə görə, mənasız insanlara görə və yaxud da dəyişə bilməyəcəyiniz məsələlərə görə öz əsəblərinizi korlamayasınız. Bunun əvəzində öz zehninizi daha faydalı, həm özünüz üçün, həm ümumi daha faydalı işlərə yönəldəsiniz. O zaman həyat yaxşı mənada çox dəyişir. Baxaq qrammatika hissəsinə. İsimdən düzəlmiş feil varmı burada? Əsəbiləşmək. Kökü isim ola bilər. Çox adam özü əsəbləşmək yazır bunu. Əsəbləşmək yazıb adamı əsəbiləşdirir. Amma burada i var. İ. Sifət, sonra feil düzəlib. Yəni sifətdən düzəlib. Kökünü soruşmur. Nədən düzəlib? Deməli, a getdi. Qoşmalı ismi birləşmə zərflik funksiyasındadır. Başqalarının axmaqlığına görə. Həqiqətən də burada səbəb məzmunu var. Niyə öz sağlamlığından intiqam almaqdır? Başqalarının axmaqlığına görə. Səbəb məzmunu olsa da, bəs baxaq görüm səbəb zərfli idimi? Xeyr. Çünki məstərə aiddir. İntiqam almaqdır məstərinə aiddir. Tərkibin içindədir. Bəzən bunu da deyirlər ki, axı o xəbərdir. Xəbər olmaq o demək deyil ki, daha bu tərkib yarada bilməz. Xəbərdirsə, yenə də onun qarşısında ona aid olub təyin, zərflik, tamamlıq kimi düşünə biləcəyimiz sözlər tərkibin içində gedir. Bir dənə mübtəda kənarda qalır. Yəni, başqalarının axmaqlığına görə burada zərflik deyil. Başqalarının axmaqlığına görə öz sağlamlığından qisas almaqdır. Hamısı xəbərdir, əsəbləşmək mübtədadır. B-ni seçənlər var idi. O da getdi. Deyək ki, B izah elədi ki, niyə görə B olmur? Baş üzvlərin ifadə vasitəsi eynidir. Biri məstərdir, biri isə məstər tərkibidir. Eyni deyil. Yəni, orada məstər və yaxud da maqmək sizi çaşdırmasın. Biri nitq səsinə ifadə olunub, biri söz birləşməsi ilə C də getdi. Cümlə üzvləri arasında cəmi bir sintaktik əlaqə var. Baxın, bir var soruşa cümlədəki əlaqələr. Onda hər şeyi sayırsınız. Nədən nəyə sual verə bilirsiniz, onları götürürsünüz. Bir də var cümlə üzvləri arasında. Burada cəmi 2 dənə cümlə üzvü var, mübtəda, xəbər. Bunlar arasında da cəmi bir dənə əlaqə var, uzlaşma. Deməli, D-dəki fikir doğrudur. Bütün fikirlər yanlış oldu, təkcə D doğru oldu. 9. Verilmiş cümləyə aiddir. Aidi seçirik, deməli düzgün cavab olur D, təkcə D.